Biz istəyiriksə ki, dünyanın top universitetlərində bizim övladlarımız, bizim gənclərimiz getsin, təhsil alsın. Bunun bir dənə yolu var. İngilis dilli təhsil. Cambridge və yaxud da IB. Çünki o universitetlər deyir ki, mənim qəbul şərtlərim budur ki, A-level'dan əgər 5 fəndən A alsan, IB-dən 85%-dən yuxarı nəticə toplasan, paralelində 1600-ə yaxın SAT toplasan, Harvard, MIT, Stanford hamısı qapılarını açır ki, buyur gəlin keç. Və top universitetlərə qəbul olanda da bizim dövlətimiz o uşaqları dəstəkləyir, iqtisadi olaraq onları təmin eləyir. Bununla bağlı dövlət büdcəsindən hər il pul ayrılır. Yəni bizdə dünyanın ən yaxşı universitetlərinə sadəcə qəbul almaq lazımdır. Yəni onun iqtisadi tərəfi artıq hər kəs üçün əlçatandır və dövlətimiz də çox böyük bir arzu ilə, böyük istəklə, aidiyyatı təhsillə bağlı qurumlar top universitetə qəbul olan uşaqların bütün iqtisadi xərclərini böyük məmnuniyyətlə ödəməyə hazır olar.